Hər kəs salam, əziz kitab sevərlər. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Mən Laçın rayon Mehman Səfərov adına Qoz kənd tam orta məktəbinin 7-ci sinif şagirdi Mahmudzadə Rəhman. Bu gün sizə çox fərqli və çox sirli bir kitab haqqında danışacağam. O kitabı sizə şərh edəcəyəm. Kitabımız Agatha Christie'nin Səssiz Şahid əsəridir. Kitab özü öncəliklə bunu demək istəyirəm ki, çox maraqlı və çox sirlidir. Əsəri Agatha Christie'nin ən məşhur təxəyyüllü obrazı olan Hercule Poirot araşdırırdı və çox diqqətlə maraqla araşdırmışdı. Əsər özü varlı bir qadının Emily xanımın ölümündən sonra başlayır. Emily xanım öləndən sonra əlbəttə ki, onun yaxınları, qonşuları, hər kəs düşünür ki, Emily xanım normal bir ölüm nəticəsində, yəni adi zaman nəticəsində ölmüşdür. Amma ki, Hercule Poirot gecikmiş məktubu aldıqdan sonra bilir ki, bu heç də adi bir ölüm deyil, yəni sui-qəsd nəticəsində öldürülmüşdür. Hercule Poirot bu işin axırına qədər gedir. Burada onun Emily xanımın qohumları olur və qohumlar Emily xanımın var dövlətini gözləyir. Həminki qohumların hər birinin pula çox ehtiyacı vardır. Bunu Hercule Poirot əlbəttə ki, ilk növbədə onun qohumlarından şübhələnir və bu işin ardınca da gedir. Hercule Poirot araşdırdıqdan sonra məlum olur ki, hələ bu xanımı bundan qabaq da öldürmək istəyirmişlər. Sui-qəsd bir dəfə də cəhd olub, amma ki, o cəhd lazımsız olub. Yəni, təsir göstərməyib. Emily xanımı öldürə bilməyib. İkinci cəhd isə həqiqətən də təsirini göstərib və Emily xanım ölüb. Əsərin ən əsas hissəsi isə, ən maraqlı hissəsi isə burada bir səssiz şahid var. Amma təəssüf olsun ki, səssiz şahid danışa bilmir. Amma Hercule Poirot buna baxmayaraq çox maraqla, çox ağılla işləyərək bu işin axırına gedir və işin üstünü açır. Ümid edirəm ki, siz də bu kitabı oxuyacaqsınız və maraqlı gələcək sizə də. Sağ olun dostlar, salamat qalın. Kitabla inkişaf edir.